sola dönmə siqnalımızı yandırırıq. Bax, indi iki zolaqdan ibarət olan yol oldu bir zolaq, düzdürmü? Kimin zolağı təxirə düşdü? Bizim. Ona görə də biz yol verməliyik. Baxaq sol güzgüyə, kimsə yoxdur ki, maili şəkildə meyilləndi sola, söndür dönmə siqnalını. Burada artıq sağ üstündür prinsipi qüvvəsini itirir. Sağdan yaxınlaşan nəqliyyat vasitələrinin üstünlüyü yol ayrıclarında, eyni əhəmiyyətli yolların kəsişmələrində falan bu kimi yerlərdə buna baxırıq biz. Ancaq bu tip yollarda kimin zolağı təxirə düşürsə, o yol verməlidir. İndi sağa dönmə siqnalımızı yandırırıq. Baxırıq sağ güzgüyə. Sağdakı avtomobilin hər iki farını gördük. Maili şəkildə keçid elədik sağ zolağa. Söndürürük dönmə siqnalımızı. Amma dönmə siqnalını yandırmaqla, söndürməklə məşğul olanda sükanı idarə etməyi ləngitməməliyik. Buna görə də əlimiz sükanda hərəkət yəni sükanı çevirmədən hərəkət etməyi bacarmalıdır. Nisbətən sürətimizi azaldaq, nisbətən. Hiss edirsənmi, yol bir balaca üzü enişə doğrudur. Üzü enişə doğru olan yolda zaten bizim sürətimiz artır. Bir də biz qaz versək, onu yığışdırmaq sonradan çətin. Hələ ki bu zolaqla davam edirik. Yaxşı xalis, niyə sağ zolağa keçid elədi? Hansı ki bir qədər də narahat zolaqdır da gördüyün kimi. Sol zolaqla gedə bilməzdikmi? Çünki yaşayış məntəqəsindən kənar yollarda sağ zolaq boş olduğu təqdirdə sol zolaqla getmək qadağandır. Ümumiyyətlə sol zolağa keçmək, sol zolaqla hərəkət etmək qadağandır demirəm. Yəni sağ zolaq boş olduğu təqdirdə mütəmadi olaraq sol zolaqla hərəkət etmək qadağandır. Qazdan biraz ayağımızı götürək, sürətin fərqi nə var? İndi də çox azaltdım. Keçid eləyə bilərsən sol zolağa. Misal üçün qarşıdakı avtomobili ötmək üçün solu yandırdın, baxdın, sol zolaqda kimsə yoxdursa, keçid elədin sol zolağa, ötmə əməliyyatını yerinə yetirdin, qayıtmalısan sağ zolağa. Bir növ sol zolağı loru dilləndisək, daha yüksək sürətlə hərəkət edən operativ nəqliyyat vasitələri üçün nəzərdə saxlayırıq, loru dilləndisək.